Salam, hörmətli izləyicilər. Videonun adını yuxarıda görürsünüz. Həmin adlı videoda mən hüquqşünaslar seyircilərə məlumat vermişəm ki, hansı halda pensiya artıra bilərsiniz, əlillik qrupunu dəyişə bilərsiniz. Məsələn, ikinci qrup, birinci qrup ola bilər, üçüncü qrup, birinci qrup ola bilər. Bu barədə məlumat vermişəm, hörmətli izləyicilər. Baxa bilərsiniz, eyni zamanda məlumat vermişəm ki, iş yerində xəsarət almışsınızsa, sizə nə qədər xəsarət pulu ödəməlidir və hansı halda əlillik olmağa baxmayaraq iş yerindən sizi çıxarda bilməzlər. Hörmətli izləyicilər, bu barədə məlumat vermişəm. Eyni zamanda bir məlumatı nəzərdə çatdırım. Mən hüquqşünaslar seyircilərdə aksiya həyata keçirəm. Noyabr ayında məsələ barəsində ki, mən özüm əlilliyi olan şəxsən əlillik arabasında da məni izləyənlər bilir. Ona görə bir yerəsən hüquq məsləhəti verməsi üçün güzəştli şərtlərinə eyni zamanda əlillik dostlarımın əlilliklərini satmaq üçün. Və buna görə bir aksiya edirəm. Aksiya nədən ibarətdir? Aksiya ondan ibarətdir ki, normalda mənə hüquq məsləhətçi müraciət edən şəxslər, YouTube kanalına olan şəxslər 10 manat ödəyir, hörmətli izləyicilər. Eyni zamanda ərizələrin yazılması üçün 50 manat. Amma noyabr ayında mən bunu ərizələrin yazılmasını edən 30 manat, hüquq məsləhəti edən kimin imkanı nəyə çatırsa, o qiymətə ödəsin. 5 manat da ola bilər, 8 manat da ola bilər, 10 manat da ola bilər. Kimin gücü nəyə çatırsa, hörmətli izləyicilər, məqsədi var. Məqsəd ondan ibarətdir ki, pul yığın, əlillik dostlarımın əşyasını alın və həmin yerdə satın. Hörmətli izləyicilər. Ona görə də belə bir aksiya edən, eyni zamanda özümün hazırladığım dünyanın 40 tanınmış əlillikləri haqqında motivasiya kitabını satıram. 20 manata. Kim istəsə sifariş edə bilər. Hörmətli izləyicilər. Buna əlavə kanala kim dəstək olmaq istəyirsə, videonu bəyənsin, YouTube kanalına abunə olsun, imkan daxilində iyanə də edə bilərsiniz. Yəni mən istəməyən hörmətli izləyicilər, belə deyək, nisiyə zamanı malın gətirin töküm olar, zamanı da əvvəla olsun. İstəyən nəqdarını qoyun, satın, bu arada xeyir verir. Kim istəsə kanala dəstək ola bilər, iyanə edə bilər və həmin kitabdan da ala bilər, hüquq məsləhətçisində müraciət edə bilər. Mənim 1600-dən artıq şurada birlikdə videolarım var, tanış ola bilərsiniz, sosial yardımdan bağlı, pensiyadan bağlı, əməkün satılmasından bağlı, bölünməsindən bağlı və digər məsələlərlə bağlı tanış olun, hörmətli izləyicilər. Gəlin aksiyada aktiv iştirak edək, videonu bəyənək və YouTube kanalına abunə olaq. Kimin imkanı yoxsa, imkanı olan şəxsi iyanə etməzsə etsin. Hamınıza əvvələn təşəkkür edirəm. Gəlin aktiv olaq, bu videonu bəyənin, paylaşın, o hamı bilsin. Ən azından bu yaxşılığı edək, əlilliyi olan şəxslərə. Mən kömək edən olan əlilliklərini satmağa, siz də kömək edin məlumatını paylaşmağa. Diqqətinizə görə sağ olun.